Allah'ın salamı olsun, əziz izləyicilər, əziz təsərrüfatçılar. Qardaşım 7 kilobat yarım, Ruslan qardaşım, aparata divan tutur. Özdə, nəyə görə mən bunu çəkdim? Onluq setkanı qoyubdu, onluq ələyi. Ay qardaşlar, onluq ələyi qoyub adam. Presi, paşı demək olar ki, 3 dəfə niyə, 4 dəfə niyə tulladı ora. İndi inşallah toz yatsın, inşallah. Doğranmış həcmi gördüyünüzdə özdə təbii ot idi, əziz izləyicilərimiz. Təbii ot. İnşallah, buyurun. Doğranılan indi həcmi oradan götürüb, Allahın köməyi ilə, bax, bu yem qarışdıranda qarışdırıb malları yemləyəcək inşallah. Buyurun, əziz izləyicilər. Buyurun. Bax, onluq ələklə təbii ot. Doğranmış təbii ot. Qardaş, gördün sən canım. Bax, onluq ələklədir. Əlhəmdülillah. Əlhəmdülillah. Buna baxın. Yəni, şərtdə yazacaqdılar ki, bununla malları yemləmək olmaz. Əziz izləyicilərimiz, bu, iri buynuzlar üçün deyil. Yəni, bu, qoyun quzu üçündür. Yəni, qardaşım belə istəyir, ona da uyğun inşallah ələklər düzəltdik. Necə deyirlər, istifadəsi nətərdir, elə də eləyirik. Allahın izni ilə. İnşallah indi toz yatsın, başlayacağıq Allahın izni ilə yem qarışdıranda doğranılmış otumuzu qarışdırıb, ona da üydülmüş yemi əlavə edib mallarımızı yemləyəcəyik inşallah. Onu da deyim ki, Beyləqanın Şərq kəndindəyik. Oldu. Dörd oldu. Əziz izləyicilər, 4 vannamız 2 pres deməkdir. Dobre stansın. Dobre stansın qədər Kalimaniya qalxdırır. Əziz izləyicilərimiz, bu da Ruslan qardaşımızın icadıdır. Gördüğünüz kimi birbaşa jigrafonla verir. Burada açıp bağlamak için ve istadır tökülən həcmi. İki pres yarım. Geçsin su. Şeye tökeceğimdir. Yemi.
otumuz. Ay yaşa. Suyuna hak bağladı. Bu üydülen yem hopsun canına. Altı ampere vurucu. Əziz izləyicilərimiz, artıq tökülən həcim otla tam qarışdırılmışdır. Həcim dedikdə üydülmüş yemi nəzərdə tuturam. Buyurun əziz izləyicilərimiz. Demək olar ki, içəridə əlhəmdülillah heç nə qalmadı. Əlhəmdülillah. Gözəl qardaşım. Buyurun. Doğranılmış ot, təbii ot, üydülmüş arpa yemi ilə qarışdı. Buna deyirlər ləl. Əziz izləyicilərimiz, 2 dəqiqə yarım vaxt lazımdır ki, doğranılmış otla üydülmüş yem bir-birinə qarışsın. Buyurun. İçəridə də gördüyünüz kimi. Heç nə qalmadı, əlhəmdülillah. Allah işlərinizi avan diləsin. Ruslan qardaşım da bir kəlmə söz desin. Bu da bizim ambarımız. Buyurun. Doğranılan otu birbaşa vurur bura. Və buradan boru vasitəsilə, indi işıq qoymur, boru vasitəsilə tozu çıxır yuxarı. Sonra toz yatdıqdan sonra biz proto çəkiliş elədik deyən, girdik içərdən, toz yatmamış götürdük otu. Allah xeyirli uğurlu eləsin qardaş. Allah bütün təsərrüfatçıların təsərrüfatına bərəkət versin, ruzili eləsin, amin Allah. İçində də Ruslan qardaşımızla birgə. Allah işlərinizi avan diləsin ay qardaş. Var olasınız. Bunun hamısı bu kişinin əl işidir, razıyam. Allah canını sağ eləsin. Allah sizlərdən razı olsun. Allah işlərinizi avan diləsin. Bəyənmə. Həm üyüt, həm universal, həm ot üyüt, həm yemini üyüt. Çox gözəl. Bəli, qardaşım, onu qeyd edeyim ki, bu həm ot doğrayandır, həm yem üydəndir. Demək, 45 dərəcə bucaq altında olduqda, ot doğrayan, 90 dərəcəyə qayıtdıqda bunkerini dəyişirik, bunkeri buradadır. Bunkerini qoyub, bıçaqlarını dəyişirik, ələyini dəyişirik, oldu yem üydən. Allah işlərinizi avan diləsin, Ruslan qardaş. Allah bütün təsərrüfatçıların işlərini avan diləsin. Allah amanında. Sağ olun, qadanız alım. Sağ olun.